Orxan Babayev 2001-ci il aprelin 17-sində Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Orxan Babayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Babayev noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Orxan Babayev ölümündən sonra vətən uğrunda Xocavəndin azad olmasına görə, Füzulinin azad olmasına görə, Cəbrayılın azad olmasına görə cəsur döyüşçü medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.